Deməli, coğrafiya 7-ci sinif kiçik summativ qiymətləndirmə nömrə 200 ilə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Birinci sual. Avrasiyanın ucqar şimal nöqtəsi 77 dərəcə şimal enliyində yerləşir. Şimal qütbünə qədər olan məsafəni tapın deyir bizə. Deməli, bizim Avrasiyanın ucqar şimal nöqtəsi 77 şimal enliyində. Bilirik biz şimal qütbündə yerləşir, 90 dərəcə şimal enliyində yerləşir. Yəni biz əvvəlcə dərəcə fərqini tapmalıyıq. 90 dərəcə şimal enliyi ilə 77 dərəcə şimal enliyi. İkisi də şimal enliyində olduğu üçün dərəcə fərqini tapmaq üçün çıxır. Deməli, 90 çıxılsın 77, bu da bizə bərabərdir eləyir 13. Sonra eyni meridian üzərində, biz meridian üzərində tapdığımız üçün məsafəni, meridian üzərində biz bilirik ki, 1 dərəcə bərabərdir 111,1 kilometrə bərabərdir. Yəni bu da bərabərdir 13 vurulsun 111,1 eləyir. Yəni 13 vurulsun 111,1. Bu da bizə bərabərdir eləyir 1444,3. Deməli, birinci sualımızın cavabı 1444,3 kilometr eləyir. 77 dərəcə şimal enliyi ilə şimal qütbü arasındakı məsafə. Meridiana görə tapdıq biz. Sonra ikinci sual. Xəritəyə əsasən nöqtələrin coğrafi koordinatlarını təyin edin deyir bizə. Əvvəlcə nöqtələrin coğrafi koordinatlarını tapaq. Deməli, A nöqtəsi yerləşir 30 dərəcə cənub enliyi. 30 dərəcə cənub enliyi. Sonra uzunluq hər 15 dərəcədən bir çəkilib xətlər. Deməli, A nöqtəsi 60 ilə 90 arasında olduğu üçün 75 dərəcə deməli eləyir qərb uzunluğu. Deməli, A-nın koordinatlarını tapdıq biz. Tuz cənub enliyi 75 qərb uzunluğu. İndi B-ni tapaq. B-nin koordinatları yenə 30 dərəcə cənub enliyi. Çünki eyni paralel üstündədir. A və B 30 dərəcə cənub enliyi. Sonra uzunluğu isə 135 dərəcə şərq uzunluğu. Şərq uzunluğu. Deməli, B də oldu 30 cənub enliyi, 135 şərq uzunluğu. Sonra A və B arasındakı dərəcə fərqini tapın. Deməli, onlar eyni enlik üzərindədirlər. Dərəcə fərqi 75 dərəcə. Biri qərb, biri şərq olduğu toplayır. 75 üstə gəlsin 135 dərəcə. Bu da bərabərdir eləyir 210 dərəcə fərq eləyir. Amma bu bizdə ən qısa məsafə deyil. Ən qısa məsafə bundan daha az olacaq. Onu biz C tapşırığında hesablayacağıq. C-də isə deyir, A və B arasında məsafə paralel üzrə ən qısa fərqini müəyyən edin deyilir. Yəni, ən qısa dərəcə fərqini müəyyən edin deyilir A və B arasında. Ən qısa fərqini necə tapırıq? B-dən 180, biz bilirik ki 180 dərəcəlik meridian, bir də meridianlar 180 dərəcə ola bilər, 0-180 dərəcə arasında dəyişir. Deməli 180 dünya kürə formasında olduğu üçün bu 180 dərəcəlik meridianla bu 180 meridian eyni şeydir. Deməli, B-dən əvvəlcə 180 dərəcəlik meridiana qədər dərəcə fərqini tapaq. Biz bilirik ki B yerləşirdi 135 dərəcə şərq uzunluğunda. Yəni 180 çıxılsın 135 dərəcə. Bu da bizə bərabərdir eləyir 45 dərəcə. Sonra indi o bir A-ya baxaq. A yerləşirdi 75 dərəcə qərb uzunluğunda. Yeni 180 qədər məsafəni tapaq. Yəni 180 dərəcə çıxılsın 75 dərəcə. Bu da bizə bərabərdir eləyir 105 dərəcə. İndi 105 dərəcə, deməli A-dan 180 dərəcəlik meridiana qədər 105 dərəcə var. B-dən 180 dərəcəlik meridiana qədər isə 45 dərəcə var. İndi ikisini də toplamalıyıq biz. 45 üstə gəlsin 105. Bu da bizə bərabərdir eləyir 45 105 150 dərəcə fərqi var. Deməli, ən qısa məsafə ilə A ilə B arasında 150 dərəcə fərqi var. Üçüncü suala baxaq. Sualda deyilir, uyğunluğu müəyyən edin. Deməli, bizə relief profilləri verilib və horizontallar verilib, uyğunluğu müəyyən etməliyik. Birinci şəkildə diqqətlə baxsaq, biz burada 2 dənə çökəliyin olduğunu görürük. Yəni 2 dənə çökəlik var. Buradakı profillərdən 2 dənə çökəliyin olduğu yalnız C bəndində verilib.
Deməli, birinci sxemə C bəndi uyğun gəlir. İkinciyə baxsaq, ikincidə hündürlüyün get-gedə bu tərəfə doğru azaldığını görürük. Amma bu isə yenə bir qalxış müşahidə edilir. Yəni, bura ən uyğun gələn variant D bəndidir. Sonra, üçüncü şəkildə isə hündürlüyün get-gedə artdığını görürük. Bu isə A bəndinə uyğun gəlir. Sonra, dördüncü suala baxaq. Dördüncü sualda A məntəqəsi ekvator xəttindən şimalda 6660 km məsafədə, B isə A-dan 2220 km cənubda yerləşir. A-nın coğrafi enliyini müəyyən edin. Yəni, deməli, əgər bu bizim ekvator xəttimiz olarsa, bu bizim ekvator xəttimiz, deyilik, ekvator xəttindən şimalda yerləşir məntəqə. Deməli, bu olsun ekvator xəttindən şimalda yerləşən xətt. İndi tapaq. Deməli, bu bizim ekvatorumuzdur. Yəni, bunun hansı enlikdə yerləşdiyini əvvəlcə tapmalıyıq A məntəqəsinin. Bu da bizim A məntəqəmiz. Deməli, şimalda 6660 km. Biz 6660 km əvvəlcə biz çevirməliyik dərəcəyə. 6660-ı biz bunun üçün bölməliyik 111-ə. Yəni, bu məsələdə 111 götürülüb. Bir dərəcəlik meridian prosesimiz 111 və yaxud 111,1 götürülə bilər. Bu da bizə bərabərdir elir 60 dərəcə. Deməli, ekvatordan biz 60 dərəcə şimala doğru getmişik. Deməli, burada 0,60 bərabərdir 60 edir. Deməli, A məntəqəsi 60 dərəcə şimal enliyində yerləşir. İndi bizə deyirik, 60 dərəcədən 2220 km cənuba gediblər. 2220 yenə bölünsün 111 eləsək, bu da bizə bərabərdir edir 20. Deməli, biz 60 dərəcə şimal enliyində idik. 60 çıxılsın 20-də bizə bərabərdir edir 40. Deməli, 40 şimal enliyində olacaq biz, yəni bu arada olacaq. Biz 20 dərəcə yenə cənuba enmişik. Bizim B məntəqəmiz yerləşəcək 40 dərəcə şimal enliyində. Yəni, bura biz şimal enliyində yazsaq, şimal enliyi. Deməli, məntəqənin düzgün cavab 40 dərəcə şimal enliyi olacaq. 5-ci sual, uyğunluğu müəyyən edin. Deməli, bizə izahlı miqyaslar verilib. İzahlı miqyasları biz ədədi miqyaslara çevirməliyik. Deməli, izahlı miqyası ədədi miqyasa çevirmək üçün biz nə etməliyik? Deməli, bizə deyilir 1 santimetrdə 50 kilometr. Deməli, 50 kilometri biz çevirməliyik santimetrə. 50 kilometri biz santimetrə çevirsək, alınır bizdə 5 milyon. Deməli, 50 kilometr bərabərdir 5 milyon. Yəni, bizə bölünsün 5 milyon lazımdır. Bu da burada verilib. Sonra 500 metr santimetrə çevirsək bizdə alınır 50.000. 500 kilometr isə çevirəndə bizdə alınır 50 milyon. Bu da belə. Sonra 6-cı suala baxaq. Bakıdan şərq və qərb istiqamətində eyni sürətlə, lakin bir-birindən əks istiqamətdə uçan təyyarə hansı koordinatlarda rastlaşa bilər? Biz bilirik ki, Bakı şəhəri yerləşir 40 şimal enliyi və 50 şərq uzunluğunda yerləşir Bakı şəhəri. 40 şimal enliyi və 50 şərq uzunluğunda yerləşir. Yəni, burası Bakı şəhəridir. Buradan deyilik bizə bir təyyarə şərq istiqamətində gedir, bir təyyarə də qərb istiqamətində gedir və bu təyyarələr hansı koordinatlarda rastlaşacaq deyilir bizə. Deməli, 40 şimal enliyi hər ikisi 40-cı paralel boyunca getirsə, deməli, bizdə enlik dəyişməyəcək, 40 şimal enliyi üzərində biz qalacağıq. Deməli, bu cavab avtomatik ola bilməz. Sonra deyir, bizə indi uzunluğu tapmalıyıq. Deməli, onlar tam olaraq 50 dərəcəlik paralelin tam arxasında bir-biri ilə rastlaşacaqlar. 50 dərəcəlik paralelin arxasındakı 50 dərəcəlik meridianın arxasındakı meridianı tapmaq üçün isə biz eləməliyik 180 çıxılsın 50. Bu da bizə bərabərdir eləyir 130. Bizdə 50 şərq uzunluğu idi. Artıq onun əks istiqamətindəki meridianı tapanda isə olacaq qərb uzunluğu. Deməli, buradan cavab olacaq 40 şimal enliyi və 130 qərb uzunluğu olur. 40 şimal enliyi 130 qərb uzunluğu bizə verilib C bəndində. Deməli, düzgün cavab sualın C bəndidir. Deməli, 7-ci suala baxaq. Sualda bizə deyilir, ərazinin planına əsasən müəyyən edin. A, B, C bəndləri var. Birinci A bəndinə baxaq. Məntəqədən dəmir körpüyə qədər məsafəni plan miqyası 50.000 olaraq tapın
deyilir bizə. Məntəqədən deməli A məntəqəsində 1 kirpik olan məsafə, yəni bunu biz xəttkeşlə ölçməliyik. Bu məsafəni xəttkeşlə mən ölçdüm, 3,5 sm alındı. Deməli, xəritədəki məsafə bizim üçün 3,5 sm götürürəm. 3,5 sm. Sonra xəritənin miqyası bizə verilir 1/50.000. 1/50.000-i bizə verilir ədədi miqyas formasında biz izahlı miqyasa çevirməliyik. Yəni 50.000 sm deməkdir. 50.000 sm də bizim üçün bərabərdir 0,5 kilometr. Deməli, tənasüb formasında bunu qoysaq biz 1 sm-də 1 sm eləyir 0,5 kilometr. Çünki 50.000 sm 0,5 kilometrə bərabərdir. Deməli, 3,5 sm 5 sm burada alınacaq bizdə x. Yəni buradan biz x-i tapsaq, x bizdə bərabərdir alınacaq. 3,5 vurulsun 0,5. Yəni 3,5 vurulsun 0,5. Bu da bizə x bərabərdir alınır 1,75 kilometr. Deməli bizdə düzgün cavab olur 1,75 kilometr. Deməli son A bəndinin cavabı 1,75 kilometr alınır. Sonra B məntəqə, B-yə baxaq. A məntəqəsinin mütləq hündürlüyü tapın deyilir bizə. A məntəqəsinin mütləq hündürlüyünü tapın. Bizdə deyilir kəsmə hündürlük 5 metrdir. Deməli baxaq bizim təsvirimizə. Deməli bizdə bu horizontal hündürlüyü verilib 125 metr və horizontallar yüksəklik olur. Yəni getdikcə bu tərəfə doğru horizontal hündürlük artmalıdır. Deməli 125, 130, 135 və A eləyir 140. Deməli burada cavab eləyir 140 metr A məntəqəsinin mütləq hündürlüyü. Sonra A və B məntəqələri arasındakı nisbi hündürlüyü müəyyən deyilir bizə. Deməli A məntəqəsini biz tapdıq 140 metr. İndi B-ni tapaq. 125 çırx 5 120. Deməli A bizdə alındı 140 metr. B isə alındı bizdə 120 metr. 140 çıxılsın 120. Bu da bizə bərabərdir alınır 20 metr. Deməli A və B arasında nisbi hündürlük 20 metrə bərabərdir. Deməli bu oldu bizim üçün 7-ci sinif üzrə kiçik summativ qiymətlərin nömrə 2 üçün nümunəvi suallar oldu. Metodik vəsaitdə verilmiş.